Azərbaycanın ermənilərə münasibəti ilə bağlı bəzən müxtəlif fikirlər səsləndirirlər ki, bunlar qalsınlar, getsinlər, Azərbaycana niyə çıxdılar, Qarabağdan niyə tərk elədilər? Biz onlara heç də eləmədik, onlar özləri Qarabağı tərk elədilər, getdilər. Dünya da gözünü də qulağını da açsın, bilməyən şəkildə bilsin ki, onların getməyində bizim heç bir günahımız yoxdur. Onlar özləri günah içərisindeydiler. Azərbaycan xalqına qarşı o qədər cinayətlər törədiblər, dəhşətli cinayətlər törədiblər. Bax, Bakıda gedən məhkəmə nələri açır, insanlar nələr danışırlar. Özlərinin başına gələn ayaqlarını qandalladılar. İt kimi neçə ay onları qandalda saxladılar, zəncirdə saxladılar. Qabaqlarına yal atırdılar, təhqir edirdilər. Çirkin çirkabın içərisində saxlayırdılar. Qadınlara qarşı hansı zorakılıqları törətmədilər onlar. Qadınları nə qədər təhqir elədilər, nə qədər zorladılar qadınları. Uşaqları nə qədər zorladılar. Kiçik yaşlı uşaqları zorlayırlar onlar. Hamının gözünün qarşısında. Bunu ermənilərə bağışlamaq olar yoxsa yox? Bağışlamırıq. Eyni zamanda onlar özləri də başa düşürlər ki, onlar bağışlanmayacaqlar. Onlar özləri Azərbaycanda, Qarabağda yaşamaq haqqını itiriblər. İndi də güya sülh prosesi gedir, nəysə başqa bir proseslər gedir. Amma burada iki dənə məsələ var. Onlar regionda, Cənubi Qafqazda gəlmədilər. Bu regiona gəlmədilər. Onların izi tozu da olmuyordu burada. Və onlar bir dənə belə görürsən bizim Qafqazlılar, digər Qafqazlılar, Gürcülər, digərləri hərdən belə bir misal çəkirlər ki, Qafqazda Ləzgi həngi, yəni Ruslar ona Ləzginka deyirlər, Türkiyədə Şeyx Şamil deyirlər. Yəni Ləzginka ən geniş yarıqdır. O havanı oynamayan yeganə bir millət var, o da ermənilərdir. Heç görmürsünüz hardasa ermənilər o amaniyə oynasınlar, o rəqs oynasınlar. Çünki onlar Qafqazlı deyirlər. Qafqaz ruhu yoxdur onlarda. Bu məsələnin bir tərəfidir. Digər tərəfi ki, onlar Qafqazda gələn vaxtdan buradan ancaq bir-birinə qarşı qoyublar. 1905-6-cı illərdən Azərbaycana qarşı hərəkətli qətliamlar törətdilər. 1918-20-ci illərdə, ondan sonra dövrlərdə Gürcülərə qarşı çıxıblar. Onlar, biz bir yerdə olmaq istədik Cənubi Qafqazda, Gürcülər, biz, ermənilər, onu Gürcülərlə biz bir yerdə olduğu ittifaq bağladıq. Rusiya qarşı, Rusiyanın hücumlarına qarşı ermənilər getirər oturdular Rusiyanın yanında. Yəni Qafqazdakı birliyi pozdular. Ona görə də onlar həm Azərbaycanda yaşamaq hüququnu itiriblər, eyni zamanda Qafqazda yaşamaq hüququnu itiriblər. Ona görə də gec-tez onlar Qafqazı da tərk edib gedəcəklər. Bunu hər kəs bilsin və yadında saxlasın və bunun günahı da onların özündə olacaq.